Rusiyadan İrəvana xəbərdarlıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı gərginlik yaşandı. Ermənistan 2025-ci ilin sonuna qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının büdcəsinə üzvlük haqqını ödəmədiyi təqdirdə təşkilata üzv ölkələr müxtəlif ssenarilərə baxa bilərlər. Report yerli kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin bildirib. Onun sözlərinə görə bu halda təşkilat üzvünün artıq 2 ildir ki, üzvlük haqqını ödəmədiyi vəziyyət yaranacaq. Güman ki, heç kimi qovmayacaq. Heç kim avtomatik olaraq getməyəcək. Lakin yəqin ki, ölkələr arasında gələcək əməkdaşlığın modallığı məsələsinə baxmaq olar. Bunu onlar özləri gedəcək və ya onları qovacaqlar kimi qəbul eləmək lazım deyil. Çünki mən müxtəlif şəxslərin fikirlərini oxuyuram deyə Pankin vurğulayıb. Nazir müavini bildirib ki, artıq digər ölkələrin texniki, maliyyə və digər səbəblərdən borclarının yarandığı halları olub. Pankin əlavə eləyib ki, İrəvanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə dialoq davam eləyir.